Ümumiyyətlə mən düşünürəm ki, insanlar arasında subordinasiya saxlanılmalıdır. Mütləq. Siz necə saxlayırsınız subordinasiya? Yox, saxlamıram, amma qohum-əqrabada var saxlayanlar. Nəyi? Subordinasiya. Ha, eşidirəm. Gəlirəm. Nə olub? Uşaq ağlayır. Mən təcili getməliyəm. Deyirəm, doğrudan da qadın böyük qüvvədir. Sözsüz. Gördünüzmü? Bir zəncə kişi durdu getdi evinə. Bəli. Bu dəqiqə. Mən arvad çağırır, mən təcili getməliyəm. Axı biz çay ismarlamışıq. Mən bu çayı kimlə içməliyəm? Çox rica edirəm, evdə uşaq ağlayır, ona görə mən təcili getməliyəm. Bir söz soruşum, bəs sizin uşağınız ağlamır? Gecənin bu saatında uşaq ağlayar. Bu saatda uşaq yatmalıdır, əzizim. Bilirsiniz niyə? Çünki mən övladım üçün Predonun Premium Pants bir dəfəlik tuman bezinə istifadə edirəm. Övladım da rahat yatır, özüm də dostlarımla çay masası arxasında əyləşə bilirəm. Ümumiyyətlə bizdə ağlayan yox. Bir dənə arvad qohumlar da ağlayır. Pul istəyən kimi 7 dəsmanla ağlayırlar.